10-cu mətn 5-ci sinif ingilis dili. Read the passage and perform task 1-10. Mətni oxuyun və 1-dən 10-a qədər olan çalışmaların cavablandırın. There are 7 days in a week. Həftədə 7 gün var. They are onlar. Sunday bazar günü, Monday birinci gün, Tuesday ikinci gün, Wednesday üçüncü gün, Thursday dördüncü gün, Friday beşinci gün, Saturday altıncı gün. Lucy is a student. Lucy şagirddir. She goes to school on weekdays. Həftənin günlərində o məktəbə gedir. But she doesn't go to school on Sunday. Lakin o bazar günü məktəbə getmir. School begins at 8 o'clock in the morning. Məktəb səhər 8-də başlayır. Lucy usually has 3 or 4 lessons a day. Lucy'nin adətən 3 və ya 4 dərsi olur gündə. At school she has a lot of subjects. Məktəbdə o çoxlu fənlərdən dərs keçir. Math, riyaziyyat, literature, ədəbiyyat, English, ingilis dili, Azərbaycani, Azərbaycan dili, geography, coğrafiya, history, tarix, music, musiqi, etc. və sayaraq. She learns a lot interesting things at school. O məktəbdə çoxlu şeylər öyrənir. Lucy has English lessons 3 days a week. Lucy'nin həftədə 3 dəfə ingilis dili dərsi olur. On Monday birinci gün, Wednesday üçüncü gün, and Friday və 5-ci gün. She has math lesson 4 times a week. Onun riyaziyyat dərsi həftədə 4 dəfədir. On Monday birinci gün, Tuesday ikinci gün, Thursday dördüncü gün, and Saturday və 6-cı gün. After classes she plays in the playground. Dərslərdən sonra o meydançada oynayır. On Friday Lucy helps her mother and goes shopping. 5-ci gün Lucy anasına kömək edir və bazarlığa gedir. On Tuesday and Saturday she does sport. İkinci gün və 6-cı gün o idmanla məşğul olur. She likes swimming. O üzməyi xoşlayır. And goes to swimming pool 2 days a week. Və üzmə hovuzuna həftədə 2 dəfə gedir. Birinci çalışma text the correct title, mətnə uyğun başlığı seçin. İkinci çalışma cümləni tamamlayın. 1-2 çalışmanın cavabını şərtlərdə yazarsınız. Kanala abunə olub videonu bəyənməyi unutmayın.